Ansız suallarınız təhvil veriləcək. Deyir, aşağıdakı nəticəni baytla ifadə edin. Neyniyəcək? 4-ü vuracaq 1024-ə. Rahat sualdır. Üstünə gələcək 4 bayt. Burada həmişə demişik ki, gizli bir nə var? Plus işarəsi var. Çıxacaq 800 biti. Biti də çevirək bayta. Kiçikdən böyüyə keçəndə bölürük. Bu da elədi. Çıxdım 100 baytı və çıxdım nəyi? 50 baytı. Bu da elədi nə qədər? 3950. İkilikdən 16-ğa keçəndə neçə bölürdük? Sağdan sola doğru 4 bölürdük. Üstünə yazırdıq nə? 1, 2, 4, 8. 1, 2, 4, 8. 1, 2. Bəli. 2. 1, 2, 2. Bax, 8, 1. Toplayan neçələrdir? 5, 8, 4, 12. Bir də burada 13. Birlərin üstünü toplayırdıq. Düzdür. 13 nədir bizdə? A 10'dur. B 11'dir. C 12'dir. 13 nədir? D'dir. 25D. Düzgün variantları seçin. Nəzəriyyə. Ümid edirəm nəzəriyyələri oxumusunuz. Sualların əksəriyyəti nəzəriyyə idi, diqqət eləsəz. Yaddaş daxili və xarici olmaqla iki yerə bölünür, düzdür. Daxili yaddaş qruplar RAM, ROM, register, keş yaddaş. Xarici nədir? CD-lər, DVD-lər, HDD, SSD, flash kartlar xarici yaddaş qrupları. Sonra şin yaddaşı periferiya qurğularına əlaqələndirir. Şin prosesorla yaddaş və periferiya qurğularına əlaqələndirir. Mən sizə şini daha belə sadə yolla desəm, demişdim ki, o naqillərdir də, düzdür. Əlaqələndirmək üçün istifadə edirik də. Çevik diskin tutumu 1,44 megabaytdır. Çevik disk əslində elə FTD diskidir. Amma tutumu 1,44 megabayt yox, 1,44 kilobayt yox, nədir? Megabaytdır. Ona görə səhvdir. Cumos əməli yaddaşı daxili. Əməli yaddaş deyəndə RAM-ı nəzərdə tuturuq. Cumos RAM-ı daxilində yerləşir? Yox. Nəyin daxilində yerləşir? ROM-un daxilində yerləşir. ROM-da yerləşir Cumos. Həm Cumos yerləşir ROM-da, həm də ki BIOS yerləşir. Bəli. Prosesor hesab məntiq əməliyyatlarını yerinə yetirir. Bəli, düz dedik ki, prosesorun iki dənə adı var. Hesab məntiq qurğusu adlandıra bilirik və həm də prosesor emalı yerinə yetirir. Çox rahat sual, dördüncü sual. Gör, nə qəşəng sualdır. 64 sətir, 128. Unicode'da olan düsturum nədir? Həcm bərabərdir. S vurulsun, S vurulsun. S vurulsun Unicode'da deyir nəyə? 2 bayta. Düzdürmü? Vurdum 2 bayta, yerinə qoyuram. Həcmimiz nədir? Qədərdir? 4 megabayt. 64 sətrim var, 128 simvolum var. X yoxdur, vurulsun 2 bayt. X-in yanında olanlar düşdü aşağı. Elədim 214, 206, 207, 201 topladım. Megabaytdan da bayta keçəndə vururuqmu 220-yə? 1 megabaytım 220 baytdır. Yuxarı elədi 224, aşağı elədi 214. Böləndə nə edirdik? Üstlər çıxılırdı. Nə qaldı? 2 üstü 24-dən 14. Mən nəyi səhv elədim? Düz eləmişim. 24-dən 14-ə çıxan nə qalır? 2 üstü 10. Prosto bir dənə bura baxaq. Nəysə səhv getdi. 4'ü burada 2 üstü 4 kimi götürmüşəm. Bu 2 üstü 2 daxil. 22-dən də 14 çıxan neçəsi qalır? 8 elədi 256. Verilmiş qrafda dövrələrin sayını. Mən hər dəfə belə olanda deyirəm ki, burada gördünüz, sizə mane olanı silin. Bizə buradan mane olan bu xətti düzdür. Bu xətti silirəm. Ümumiyyətlə. Bu xətti buradan silirəm. Bu xətti buradan da sildim. Bu xətti buradan sildim. Bu xətti gətirib çəkirəm burada. Çəkə bilərəm deyə yuxarıya qaldırdı. Dövrələri sayıram. Birinci dövrə, ikinci dövrə, üçüncü dövrə, bir dənə də opşi dövrə, 4 dənə dövrəmiz var. Yazmışdınız belə. Altıncı sual. Təkliflərdən hansı doğrudur? Riyazi modeldən istifadə etməklə kompüterin təqlid edilməsi, kompüterin modelləşdirilməsi deyilir, düzdür. Riyazi modelin riyazi dildə istifadə olunur modelləşdirmədən, düzdür. Sonra kompüter modelin köməyi ilə hesablamaların aparılması ekspert və ya da kompüter eksperimenti deyilir, düzdür. Eksperimentin nəticəsi proqnozla müəyyən olunur, düzdür. Dinamik modeldən fərqli olaraq statik model dəyişir. Statik model dəyişəndir, dəyişməyəndir. Dinamik necədir amma? Dəyişəndir, səhvdir. 64 simvollu əlifbada. Bəli. Dinamik sözündən yadımıza saxlayırdıq da. Səhv yazmışsam.
64 həcm bərabərdir. Həcm bərabər. Simvol vurulsun en düsturu deyilmi? Vurulsun en düsturu deyilmi? Düstur. Ə, simvolun sayı nə qədərdir? 128 dənə nəyimiz var? Simvolumuz var. Vurulsun 64 simvolu əlifba deyir. Bir simvolun yaddaşlatdığı yer nə qədər olacaq? Bu simvol, simvolun yanında əlifba sözü yazılıbsa söhbət enindən gedir. 64 206-dır. 6 bit. 128 vurulsun 6 bit. Cavabı amma baytan istədiyinə görə. Bir də bölürəm nəyə? 8-ə. O da eləyəcək 96. Tətbiqi proqramları seçin. Tətbiqi proqramlar istifadəçinin konkret məsələsini həll edən proqramlardır. Dedik ki, proqram təminatı 3 yerə bölünür. Sistem, tətbiqi, instrumental. Tətbiqi proqramlara aid idi. Mətin, cədvəl, qrafik, təqdimat proqramları. Mətin, əməliyyat sistemi hara aiddir? Sistemə, antivirus. Sistem, özü antivirus hara aiddir sistemin daxilində? Utilitlərə. Qrafik redaktor, tətbiqidir. Utilit hara aid oldu? Sistem, oyun proqramları hara aiddir? Tətbiqidir də, oyunu yükləmirsiniz. Arfatorlar hara aiddir? Sistemə. Sən kəsəcəm Zeynəb, sənlə danışmıram. Tərcümə proqramları hara aiddir? O da yükləyirsiniz də. Hara aiddir? Tətbiqə aiddir. Cavab oldu da variant. 8-lik say sistemindən 16-lıq say. Biz 8-lik say sistemindən birbaşa 16-lıq say sisteminə keçə bilirik? Yox. Əvvəlcə ikiliyə. Hansı qaydadan istifadə edirik? 8-likdən 2-liyə keçəndə 4, 2, 1 qaydasından istifadə edirik. Nədir qiymətlərim? 5, 4, 7, 2. 5 almaq üçün 1 ilə 2-dən 4-dən istifadə edirəm. Onlara 1 yazdım, 2-dən istifadə etmədim. 4 almaq üçün 4-ün özündən bunlar 7. 7-ni almaq üçün hər üçündən istifadə edirəm. Yəni hər üçün toplayanda mənə nə verir? 7. 2-ni almaq üçün bir dənə 2-yə xətt 1 yazıram, digərləri 0. Ədədim oldu, yuxarıdan başlayıram yazmağa. 101, 100, 3 dənə 1, 0, 1, 0. Ədədim oldu ikilikdə. İkilikdən 16-a keçəndə nə inirdik? 4, 4 bölürdük. Üstünə nə yazacağım? 1, 2, 4, 8. 1, 2, 4, 8. 1, 2, 4, 8. Üstlərini toplayırdıq, düzdür. 10, 11. 11 nədir bizdə? B. 3, 8, 2 neçə eləyəcək o? O nədir? A-dır. B, 3A. 10-cu suala baxaq. Bax, bunu tək-tək keçən dəfə də yazmışdım. İndi tək-tək yazıram hətta. 1, 2, 3. 3 oyuq açıram. Neçə dənə tək ədədim var? 1, 3, 5, 7. Hər birini tək-tək açıram ki, sonra yadınızdan çıxmasın. Bax, sonu 1 ilə qutaran, 3 ilə qutaran, düzdür, 5 ilə qutaran, bir də 7 ilə qutaranları axtarıram. Hər birində burada neçə variant olacaq? Axırda. Bir variant. Hə, cavab 144. Burada səhv yox. Bu köhnə şeydir, düzəltməmişəm. Redakt eləməmişəm. Sizdə düzəldilib. Hal-hazırda işlədiyim, redakt eləmədiyim üzərində işləyirəm. Sonra, baxın, birinci yerə nə yaza bilərəm? Biri burada istifadə etmişəm. Ədəd dediyinə görə sıfırla başlaya bilərəm? Yox. Yazacağım ancaq 2-ni, 3-ü, 4-ü, 5-i, 6-nı, 7-ni. Neçə variant oldu? 6. Vurulsun. Burada 2-ni ləğv. Hər dəfə təkrarlanmayan deyəndə bir-bir azaldırdıq da. 2-ni ləğv eləyirəm, amma bura 0, 3, 4, 5, 6, 7-ni yazacağım da düzdür. Yenə 6 variant elədi mi? 36. Yəni eyni qaydada burada 6, burada 6 variant eləyəcək 36. Burada 6, burada 6, 36. Bildiyin niyə görə hər dəfə 36 aldıq? 0-ı olmadığı hal, birdəki olduğu hal. 6, 6, burada 36. 36-nın da hamısını toplayanda bizə nə verir? 144. 11-ci sual. 11-ci sual görün nə qəşəng sualdır. Yenə bax, hansı həcm bərabərdir, simvol vurulsun, en düsturu, düzdür. Simvolun sayı verib də, simvolun mətnin özünü verib mənə. Proqramlaşdırma sözünün istəyən hərf var idi. 2, 4, 6, 8, 10, 12, 14, 15. 15 dənə hərf var. Bir simvolun yaddaşlatdığı yer. 150 simvolluq əlifbada bir simvolun yaddaşlatdığı yer nə qədər olacaq? 128, 207-dir. Düzdür. Deməli, 128 götürə bilməyəcəm. 150-dən sonra gələn 2-nin qüvvəti neçə bitdir? 8 bit. Bəli, 8.
8 bit. 8 bit. Bəs 150-ni qoyursan, 2-nin qüvvətləri arasında 2 üstü 7 və 2 üstü 8. 2 üstü 7 ödəmir. Düzdür? Böyük götürmürük. 8 cavabı byte-la verdiyinə görə byte-la olacaq böyük ehtimalca. Ona görə bitdən də byte-a keçəndə nəyə bölürük? 8-ə. 8-ə ixtisar getdi, qaldı 15. Plotter çıxış qurğusudur. CMOS, daha doğrusu plotter çıxış yazıb bura yazıram. Plotter çıxış qurğusudur. CMOS yaddaş qurğusu, daxili yaddaş. Printer çıxış qurğusudur. Diktazer giriş qurğusu, hazır dəlimdə yazdığım. Mikrofon da nədir? Giriş qurğusudur. İnformasiya hafızası yaddaşdır, emal olunur, registr yaddaşdır. Ümumiyyətlə informasiya prosesorda emal olunur. Prosesorun daxilində yerləşən yaddaş hansı yaddaşdır? Registr yaddaş. Baxın görün. Yəni bir yerdə ki, müəllimə not almışdı. Sən nə deyirsən? SMYK-da neçə bitdi? 32 bitdi. Amma gənclər, bunu şeydə də salınmışdı. Mən sizə sadəcə OTK-nın sual tərzində rəqəmlər dəyişərək sual salmışam ki, yəni görüm izah elədiyim yadınızda qalıbmı? Eyni sualdır. 32 vurulsun, 512 vurulsun, 640. Zaten bundan bir işim yoxdur. Düsturum budur da. Həcm bərabərdir. A vurulsun, B vurulsun, N düsturundan istifadə edirik. Sadəcə deyir ki, rəng dərinliyi N-də axı. N-in qiyməti burada 32-dir. Düzdür. Düşürəm aşağı. Deyir, rəng dərinliyi Y olsun. Y vurulsun. Nöqtələrin sayı dəyişməyib. Çünki deyir ki, ölçüdə qrafik təsvir, sonra deyir ki, kodlaşdırıldıqda təsvirin həcmi, yəni bu təsvirin həcmi. Həcmi dəyişmir zaten. Yəni nöqtənin sayı dəyişmir. Həmin təsvirdən söhbət gedir. 209 vurulsun. 640-da yaza bilərəm. 206 vurulsun 10 kimi. Və bunun həcmi deyir ki, 10 megabayta bərabərdir. 10 megabayt oldu. Bu təsvirin. Deyir ki, rəng dərinliyi bilmirəm nə qədər Y-dir. Və təsvirin həcmi sonda olub 10 megabayt. Rəng dərinliyi Y olanda təsvirin həcmi olub 10 megabayt. Birinci təsvirdə mənim işim yoxdur. Zaten birinci təsvirdə rəng dərinliyində verib, nöqtələrin sayını verib. Həcmi tapmağa nə var ki? Səndən birinci təsvirin həcmini soruşmur. Nə deyib, deyilmir müqayisəli. Deyir ki, bu təsvirin rəng dərinliyi Y olub və həcmdə 10 megabayt olub. Heç nə Y axtarırsan, Y-in yanında olanlar düşdü aşağı. 215 vurulsun 10. 10 megabaytı da nəyə çevirəcəm? Bitə çevirəcəm də. Vuracam 223-ə. Onlar zaten ixtisar getdi. 15-dən 23-ün çıxanda qaldı 256-sı. 200 rəng dərinliyi 256-dır. Səndən rəng çalar soruşduğuna görə 200-256. Düz yazmışdın? Burada CMYK-yə görə səhv. Yoxsa belə həcmin üstünə dedim. ICL raster qrafik təsvirindən istifadə edərək ICL. Neynir? Gəlin bunu burası o tərəfdə yazım ki. 62 bitir. SMYK 32 bitdi. Mən o dərsi səndən keçmişəm. Sən mənim yanımda olanda dərs keçmirsən, başqa müəllim zaten yanında yox. Mən də keçmişəm o dərsi və unutmuşam. ICL raster qrafikası. Raster qrafikasında raster qrafikasında bilirik ki, biz rəng çaları 2 üstü n-dir. Bir simvolun yaddaşlatdığı yer deyim bitdi. Mənə demir ki, bir simvol yaddaşda nə qədər yer tutur. O haqda heç bir məlumat demir. Amma deyir ki, n bitdə mənim həcmi 12 megabaytdır. Sonra deyir ki, rəng çaları 2 üstü n idi axı. Bir bu 2 üstü n olan rəng çaların 64 dəfə azaltdıq. 64 dəfə azaldanda 64-ə böləcəm də. Bunu da sadələşdirə bilərəm. 2 üstü n bölünsün 2 üstü 6. Bu da eləyə bilərəm. N çıxılsın 6. Yaza bilərik. Yazdım. N çıxılsın 6 bitdə də mənim təsvirim 8 megabayt azaldı. 12 megabaytla 8 megabayt azaldığım nə qədər olacaq? 4 megabayt. Adi tənasüb kimi həll edirəm. 4 n bərabərdir 12 n çıxılsın 12-ni də 6-ya vuran neçə eləyir? 72. Mənfi 4 n bərabərdir mənfi 72. N də bərabər neçəyə? 12-dən 4-ün çıxan neçəsi qalır? 8 qalır. 72-ni də 8-ə bölün neçə düşəcək? 9. Düzdür? Amma səndən yenə nəyi soruşur? Rəng çaların soruşduğuna görə bizə lazımdır 209. Rəng çalarımız 209.
burada ev təpəsindən keçməklə dediyinə görə ancaq evdən gedən yollara baxacaq. Məsələn, yeni bu yolu evi görmür. Ona görə 0 yazıram. Ya da ki, sıfırlayırdım bilirsiniz. K'nın da bu yolu bizdə evi görmür. Elə eləməliyəm ki, ancaq F ötürməlidir. Yerdə qalanları yazıram 1 başlanğıc. B-dən çıxanların üstünə nə yazacağım? Düz yazmışdım Zeynəb bunu. C-dən çıxanların üstünə nə yazacağım? 2. D-dən çıxanların üstünə nə yazacağım? 3. K'dan çıxanların üstünə nə yazacağım? 3. Y-dən çıxanların üstünə nə yazacağım? 1. 1, 1 toplayan neçə eləyəcək? 2. Topladım. 4, 4. Üstünə 6 gəlin neçə eləyəcək? 10. Buradan çıxanların üstünə nə yazacağım? 10. Elə gələn 10'dur. M-ə də gələn 10'dur. Toplamda elədi 30. Deməli 30 yolundan getmək olur. Ben de böyle yazmıştım. Sonra sildim testi. Birinci ama düz gedirdin. Orada sonra kesmeme. Sonra, bu da hansı sınavın sualıydı ay uşaqlar. Heç bunu mən şey eləməmişim. Prosta sizə çox geniş izah vermişdim bunu da. Öz əziyyətimə görə bura saldım ki, görüm yadlarına qalır. 30 bayıtı geri qaytaranda 50% neçə bayıt olacaq? 60. 60 bayıtın 5'də ikisi silinibsə geri qaytaranda nəyə vuracam? 3'də 5'ə. İxtisar gedəcək nə qalacaq? 100 bayt. 100 bayt. Sonra deyir ki, işte 5 silinib tərsi. 1024 simvol şey baxar ekran. 1024 simvol əlifbada da düsturun həcm bərabərdir. Simvol vurulsun n deyilmi? N'dir. Simvol sayım bilmirəm nə qədər. Amma bilirəm ki, həcmim 100 baytdır. Bir simvolun yaddaşlatdığı nə qədərdir ay uşaqlar? Simvolun yanında əlifba yazılıb. Nə qədərdir bir simvolun yaddaşlatdığı yer? 10 bit. Vurulsun 10 bit. X bərabərdir 100 bayt. Baytdan da bitə keçməliyəm axı. 10. Bu da nə qədər eləyəcək? 80. Deməli, simvolumuzun sayı nə qədər oldu? Simvolumuzun sayı oldu 80. İndi görün məndən nə istəyir? Deyir ki, əgər bu simvol sayı ilə 32 simvol əlifba kodlaşdırılarsa, yuxarı qayıtıram da hər dəfə. Yenə həcm bərabərdir, simvol vurulsun, n düsturundan davam edirəm. Simvolun sayını artıq tapmışam 80'dir. Bir simvolun yaddaşlatdığı yer nə qədərdir 32 simvol əlifbada? Simvolun yanında əlifba yazılıbsa söhbət n-dən gedir. 5 bit. 5 dəfədə 8'in 400 bit. Cavabda 400 bit olmasaydı bayta keçirərdim var. Caps ne inir salla? Demişdim ki, böyüyü kiçiyə, kiçiyi böyüyə çevirir. Amma biz cavablarda qaçıb demirik ki, böyüyə çevirir ya da ki, kiçiyə çevirir. Biz deyirdik ki, registrı dəyişir, registrı dəyişir. Numluq rəqəmləri aktivləşdirir, delete də sağdan sola doğru silir. Da bunu özünüz yerinə qoyarsınız. Bunu keçən dəfə də var idi, o TK-da da var idi. 2 üstü 30'da bunu 2'ni qırağa çıxaracaq, nə yazacaq? 1. Cavab neçə eləyəcək? 231. Bizdə də verəcək bir dənə 1, arxasınca nə qədər 0? 31 dənə 0. Toplayanda axı şey qaldı 231. Deməli, burada yaddaşda nə qədər yer tutacaq? Bir dənə 1'i götürürəm, 31 dənə də 0, 32 bit yer. İkili sayısının bir rəqəmi 1 bit yer tutur. Bunu bildiyin 231'i nətər aldım. 2'ni çıxardıb belə davam 2'ni çıxartdım mürtəzə xaricinə nə yazacaq? Düşür orada 231 alır. 230 vurulsun 2, 231 olur. Bura nə yazacaq? 1, 1 alır. Dosta gəl 1. Bərabərdir 2 alında da vuranda 231 olur. Vurulsun 2, bu da elədi 231. Düzdür? Burada həmişə biri nəzərə almalı. Əlbəttə 2. Mən ümumət bitmir. Devam edək, devam edək. 2064'ü necə yaza bilərəm? 2048 üstəgəlsi neçə kimi? 16 kimi. Birincinin kvadratı 211'in kvadratı. Üstəgəlsin 211 vurulsun 204 vurulsun 2. Üstəgəlsin 204'ün nəyi? Kvadrat. Bunları da götürüb sadələşdirə bilərəm. 222. 222. 222'ni sadələşdirəndə bizə nə verəcək? 16'a çevirirəmsə. 4, 4 dəfə 5'in 20, qaldı 202. Bu da elədi 4 vurulsun. 16 üstü 5. Bura tamamdır. 11, 4, 15, 16. 216'nı
Yenə 2 üstü 4 bizim qaydamızdır. 4-ü 4-ə vuranda 16 qaldı 2 üstü 0. 1 vurulsun 16 üstü 4. Burada tamamdır. Qaldı 4 dəfə ikinci kval. 4-ü 2-yə vuran neçə eləyəcək? 8. 2 üstü 4, 4-ü 2-yə vuranda 8. Yenə qaldı 2 üstü 0. Bu da elədi. 1 vurulsun. Bu nədir? Aa, mən İtalyan haqlı 2 dəfə də bilirəm ki, bu nəsə çəkir. 1 vurulsun 10, 6 üstü neçə? 2. 16 üstü 5-in qiyməti. Bax, bunlarla işləyirik. 16 üstü 5-in qiyməti nədir? 4. 16 üstü 4-ün qiyməti 1-dir. 16 üstü 3-ü görürsünüz burada? Yox. Ona görə 0 yazıram. 16 üstü 2-nin qiyməti 1. 16 üstü 1-in qiyməti yoxdur. 0-ın da qiyməti yoxdur. 16-lıq sayı sisteminin bir rəqəmi yaddaşda 4 bit yer tutur. Hər biri 4 bit yer tutur. Cavab neçə bit eləyəcək? 24 bit. Sıfırla. Yukarıdaki hesaplamadan sonra kim dediğim Hansı? kırmızı yazdıklarından sonraki 11'i vurdum 2, Ha. elədi 220. sonraki 222-ni 16-ğa çevirəndə 2 üstü 4 qaydasından istifadə etmirdi. 4'ü yazdım. 4'ü neçəyə vuranda 22 eləyir. 4 dəfə 5'in 20, düzdür. Aha. Yerdə nə qaldı? 16 üstü 5. Yox da, buranı hələ. 222-dən çıxarsan 220, nə qalacaq? Ay, sol, yazdım, vurulsun 2 üstü 2. 2 üstü 2-nin qiymətini buraya yazdım. 4, vurulsun. 16 üstü neçə? 5. 5. Sonra eyni qaydada. 2 üstü 16, 2 üstü 4. 16-lıqda həmişə 2 üstü 4-lə işləyəsə, 8-likdə 2 üstü 3-lə. Çünki 2 üstü 4 16 eləyir, 2 üstü 3 8 eləyir, düzdür. 2 üstü 4, 4-ü neçəyə vuranda şey eləyəcək? 16, düzdür. 16-dan bu 16-nın çıxan nə qalacaq? 2 üstü 0. İstənilən ədədin üstü 0 bizə 1 verir. 16 üstü 4. Bu ora 16 verdi, bu 4-ü də bura yazırıq. Dəqiq. Sonra da olan qüvvətlərin yerinə qiymətlərin yazdım, olmayanların yerinə 0. Hər bir dənəsi də yaddaşda 4 bit yer tutur 16 say sistemində. 21-ci suala baxaq. Mən sizə demişəm ki, klaster məsələndə toplayıb, vurub, çıxıb, bölməyin. Hamısına tək-tək baxın, tək-tək. Tək-tək demişəm neyini? Hamısına tək-tək baxın. Baxıram tək-tək. 6 ədəd. 7 nə bir 6 tane bir. Ay, sağ ol. 6 dənə 7. Heç mən şey eləmirəm. 6 dənə 7 yazıram. 6 dənə 7. Görün, yaza bildim, gözümdə görmür, qocalmış. 7-ni yerləşdirmək üçün hər qutumun ölçüsü neçə dənə? Nə qədər? 6 kilo. Bu 7-ni yerləşdirmək üçün bu qutudan neçə dənəyə ehtiyacım var? 2 dənəyə. Neçə qutu elədi? 12 qutu. Sonra keçirəm davamına. 5 ədəddə 3 kilo. Bu 3 kilobaytdan neçə dənədir? 5 dənə. 3-ü yerləşdirmək üçün bizim neçə dənə qutuya ehtiyacımız var? 6 kilobaytlıq. Neçə dənə? Bir dənə. 6-ın içinə yerləşəcək də bu. Tək-tək baxın. Neçə qutu elədi? 5 dənə. 12 ilə 5 toplayanda ümumi 17 qutu elədi. Sizdən soruşsaydı ki, neçə klasterə ehtiyac var, deyəcəydiniz 17. Burada deyir ki, bir klasterin yaddaşlatdığı yer nə qədərdir? 6 kilobayt. Neçə eləyəcək? 102. 102. Tək-tək baxmışdım. 6-nı 7-yə vurmuşdum. 16. Sizə 1000 dəfə demişəm ki, klaster məsələsinə tək-tək baxırıq. Bir klasterə bir fail gedir. Qovluqda sınaq adında bir faylım var. Bu, həmin qovluqda yerləşən alt qovluğa daşınıb. Və yeni köçürüldüyü sizcə yerin adı nə olacaq? Loop olacaq, düzdürmü? Deyir, bu loopa köçürülməmişdən qabaq, ay Zeynəb, səncə bu nəyin içərisində idi? Eyvallah. Python'un içərisində. Bizdən də soruşur ki, yer dəyişməyə qədər faylın yerləşdiyi qovluq nə idi? Python'un. Python'un tam adını istəyir bizdən. Tam ad dediyinə görə nə edirəm?
başdan Python'a qədər götürürəm. Düzdür? 23-ci suala baxaq. Lazeri printer sürət. Bunu keçən dəfə sizin hər birisini tək-tək soruşmuşdum. Lazeri printerin sürəti hətta təhvildə də yazılmışdı. Sürəti dəqiqədə çap etdikləri səhifələrin sayıdır. Düzdür? Düzdür. Matrisli printer dəqiqədə deyil. Matrislidə nədir? Saniyədə getdi. Bir saniyədə çap olunan simvolların sayını ölçülür. Düzdür. Lazeri printer bir saniyə çap olunan lazeridə deyil bu. Matrislilədir. 7. Üfqü və şaquli nöqtələrin sayı ekran çözümlüyü müəyyən edir. Düzdür. Ekran ölçü deyildi. Onun eni və hündürlüyü nəzərdə tutulur. Yox. Diaqonalının ölçü nəzərdə tutulur. Ölçüsü deyəndə. Diaqonal. Ay uşaqlar, 24 asant. Həmişə mən sizə demişəm ki, bu çoxluğu çoxluğa bölməkdənsə istifadə edirsiniz. Onluq say sistemi deyir. Yəni, onları yerinə qoyacaq. 10. Neçə eləyəcək? 179. Burada da onun üstünə bir gələndə 11. 179-u çevirəcək 11-lik say sisteminə. Bu da eləyəcək 153. 11-ə böləcək. Eləyə bilərdiniz. Orada nəyəsə, onda bölmədə səhv eləmişsiniz. Bəli, çoxlu. Bunu bölərdiniz n üstü plus 1-ə. Onda da 153 alınacaq. Biz vurmaq dedik. Vurmuram. Mən enin yerinə ondan qoydum. Bu misal həll elədim. Enin yerinə qoydum. Həm bu say sistemində 11-lik say sistemə keçdim. Səhv bölürdüm. Prosesorun takt tezliyi hertzlə ölçülür. Düzdür. Keş yaddaşı sərt diskdə yerləşir. Yox, harda yerləşir? Ana plata ilə prosesorun arasında yerləşir. Birinci səviyyədə prosesorun daxilində yerləşir. SSD sərt disklərin sürətlidir. Düzdür. Xidməti proqramlar tətbiqidir. Yox, hara aiddir? Sistemə aiddir. Task Manager proqram işini dayandırmaq üçün istifadə edilir. Hə, prosesini keçməmişəm. Disk defragmenter. Bu da düzdür. Optimallaşdırmanı təyin edir də. Keçməmişəm. Onu nəzərə almamışam. Baxıram, 27-yə baxım. Düsturun həcm bərabərdir. A vurulsun B, vurulsun N düsturu. Düzdür. 64 kilobayt bərabərdir. 2 üstü 9 vurulsun 2 üstü 8 vurulsun nə? N. N də bərabərdir. 64 vurulsun 2 üstü 13 bölünsün 2 üstü 15-ə. 2 üstü 19 15-ə böləndə neçə qalacaq? 15 elədi. Neçə? 17 elədi. Bir dəqiqə, mən düz eləmədim. 9 18 neçə eləyir? 17. 19-a 17-sini çıxan neçəsi qalacaq? 2 üstü 2, yəni 4. Bizdən də rəng çalarını soruşduğuna görə cavab olacaq 2 üstü 4. Yəni 16. Gənclər. 28 çətin də asandır. 29-a baxım sonra sən olur. 0, 1, 2, 3, 4. Hansı say sistemidir? 5-lik say sistemində ədədləri yerinə qoyuruq. 0, S neçədir? 2-dir, D neçədir? 3-dür, B neçədir? 1-dir. 5-likdə nəyə keçirik? 10-luğa. 0 vurulsun 5 üstü 3, üstə gəlsin 2 vurulsun 5 üstü 2. Cavab neçə eləyəcək? 66. Başdan birinci sırada 0, 0, 0, 0 yerləşdiyinə görə nə əlavə edəcəm? Plus 1. 67. Buranı sayırsınız 30-cu sualda. Neçə dənə təpə nöqtəm var? 20 dənə. 20-nin kvadratları deyəcək. 20-nin kvadratı nə verəcək bizə? 400. 400 dənə nəyim var? 0 və 1-im. Bir tildən neçə dənə xətt çıxır? 3 dənə. Hamısından çıxır? Çıxır. Yazıram ki, 20 vurulsun 3. Sən burada birlərin sayını tapırsan. 60 nədir? Birlərin sayıdır. Aha. 400-dən çıxanda 60-ın 340. 340 nədir? Sıfırların sayı. Tillərin sayını tapanda, bax, tillərin sayını tap. Normalda mən tillərin sayını vururam 2-yə, alıram birlərin sayını. Qaydamız budur, düzdür. Amma biz hal-hazırda birlərin sayını tapmışıq, düzdür. Tilin sayı x-dir, vurub 2-yə və almışıq 60. Onda x olacaq nə qədər? 30. Deməli, tillərin sayı nə qədər olacaq? 30. Yaxud da ki, saya bilərdin də qızım. 1, 2, tərsini eləyəcək. 30-u sayıb, vuraydın 2-yə birlərin sayını tapaydın. Mən 20-yi vurmuşam, 60 olmuşam, sonra 60-ı vurmuşam, 120 olmuşam. Onlar isə
Görün burada nə deyir. Könül, Lalə, Mələk, Nail, Polad, Vaqif idman mağazaları arasında 6 top, 2 çanta və 2 idman köynəyi və 1 bilyard stolu alırlar. Ayda nə qədər şey alırlar. Məlumdur ki, onların hərəsi 2 və yaxud da ki 3 mal alır. Mələk, Nail, Polad, bir də ki Vaqif. Mələk bilyard stolu papaq almayıb. Mələk bilyard stolu və papaq almayıb. Deməli nə alıblar? Top, sonra çanta, papaq, 2 idman köynəyi. Köynək və bilyard stolu. Bilyard. Yazıram. Bir də necə? Top nə qədərdir? Aha, 6 dənə top var. 13 dənə. 2 çanta var. Papaq 2 dənədir. Köynək 2 dənədir. Bilyard stolu da 1 dənədir. Mələk bilyard stolu və papaq almayıb. Burada mələk nə papaq alıb, nə də ki bilyard. Ən az 2 ya da 3 dənə mal almalıdır. Düzdür? Könül və Lalə hərəsi yalnız top alıb. Hərəsi yalnız bir top alıb. Könül top neçə dənədir? Və Lalə. Qaldı 4-ə düşdü. Sonra hərəsi yalnız 2 top alıblar. 2 neçə qalacaq? 4 hər ikisi qalıb, bilmirəm. Sonra mələk bilyard stolu və papaq almayıb. Lakin 2 növ mal alıb. Bir dənə mələyin qabağına yazım ki, 2 bu 2 növ mal alıb. Nailə aldıqları arasında top da var. Nailə bir dənə top atırıq. Elədi 5, bir nəfər hələ qalıb. Sual, burada var. Vaqif papaq, top, bilyard stolu almayıb. Vaqif nə papaq alıb? Papaq almayıbsa papağın birini kim aldı? Polad aldı. Düzdür? Papağı şey elədi. Bizə nəyi soruşur? Sonra Vaqif nə almayıb? Papaq, top, papağa da bir dənə çıxaq qoyum. Sonra bilyard stolu almayıb. Vaqif zaten ən az 2 cür mal almalıydı da, düzdür? Onda Vaqif çanta alıb, çanta alıb. Bir də nə alıb? Kimdir bu? Bu nə idi? Bir dəqiqə baxın. Köynək. Köynək. Başqa heç nə almayıblar. Все, tamam indi. Vaqif 2 dənə çantanın birini Vaqif götürdü və köynəyin birini də Vaqif götürdü. Bu arada bunlar heç bir şey almayıblar. Bilyard stolu qaldı. Bu kimdir? Bu mu hərfi də var ya burada, mələk. Yox, Nail və Polada da qala bilər. Bir dəqiqə, ona görə saxlayaq. Sonra papaq, top tamamdır. Topda qaldı. Çantaya baxıram. Köynəyə baxıram. Bilyarda. Bir dənə də təzdən gedim. Hərəsi 2 və 3 mal alıb. Hərəsi 2 və 3. Bax, Vaqif 2 mal alıb. Bunlar da 2 mal alıb. Düzdür? 2, 2. Mələk də mütləq 2 mal alıb. Hərəsindən zaten 1-1 qalıb. 2 növ mal alıb. Hə. Könül və Lalə hər biri yalnız 2 top alıb. Всё, bunlar getdi. Könül Laləni çıxdım zaten. Mələk bilyard stolu və papaq almayıb, lakin 2 növ mal alıb. Mələk. Onu qeyd elədim. Nail aldıqları arasında bir dənə top var. Naili topu qeyd eləmişəm. Polad yalnız bir çanta və bir papaq alıb. Polad yalnız bir çanta, bir dənə də papaq alıb. Papağın biri də getib. Papaq 1-ə düşdü. Çanta da 1-ə düşüb. Köynək də 1-ə düşüb. Hərəsindən 1-1. Всё. Sonra Polad yalnız bir çanta, bir papaq alıbsa, deməli Polad digərlərini almayıb. Düzdür? Bunun hərfi kimi idi? Nail onda bilyard stolunu Nail alıb. Çünki Nailə şeydir. Bilyard stolu 0-a indi. Sonra bizdə nə qaldı? Olar. Oğlanları tapa bilərsiniz daha rahat. Onu eləyə bilərsiniz. Prosta qədərlə işləməyə görə şey eləmişəm. Oğlanlar istəyirdən ümumi mallardan çıxa bilərsiniz. Sonra bizdə başqa nə qaldı? Kim qaldı? Vaqif papaq, top, bilyard stolu almayıb. Vaqifin zaten aldıqlarını tapdıq. Bu kim idi? Poladın aldıqlarını tapdıq. Bunun aldıqlarını. Bunlarda qaldı bizdə. Yerdə qalanda bu M ilə N arasında bölüşür də, düzdür? Mələk 2 növ mal alıbsa, çanta ya da ki papaq alıb. Burada. Prosta bunlarla şeyi tapa bilmədim. Mələyi. Vaqif top, bilyard stolu almayıb. Vaqifi tapmışıq. Poladı tapmışıq.
Mələk bilyard stor və papaq almayıb. Mələyə papaqdan çıx qoysun. Mələk, papaq almayıbsa, mələk ən az 2 dənəsini almalıdır. Çanta ilə köynək aldı. Onda papağa da bu qaldı. Nailə qaldı. Söv qalınlar. O kişi neçədən, o zaten oğlanlardan qızlarını aldıqlarının sayını çıxsaq belə də gedir. Bizdən kimi soruşurdu? Nail, Vaqif, bir də ki, Nail, Vaqif alıb 2 dənə mal. Sonra Nail alıb 3 dənə mal. Sonra kim idi axtardığımız? Polad da alıb 2 dənə mal. O kişi 7 dənə mal elədi belə. Belə. Yekunlaşdıra bilərik.